Herkese salam dostlar. Bugün yepyeni bir video ile gelmişəm. Bugünkü videomuzda eFootball serisindən çıxırıq keçirəcəkdən PES serisinə. PES 2021 necə yüklənər və bunu öz telefonunuza necə yükləyə bilərsiniz bunu göstərəcəm. Bu paketi, yəni bu APK-nı mən yaratmışam. Bunun OBS-i də belə deyək, yəni daxili içərisində yükləmələri də hamısı sistemdədir. Siz buradan APK faylı yükləyəcəksiniz və APK faylı yüklədikdən sonra da zaten oyun açılacaq. Yəni əlavə heç bir şey ehtiyac yoxdur. Ona görə mən bunu əvvəlcədən demək istəyirəm ki, heç bir kanalın krediti yoxdur. Yəni ona görə hansısa kanallar gəlib yazsa ki, bu mənim videomdur, yəni onun videosu deyil. Buradakı APK-nı mən özüm yaratmışam, yəni özüm güncəlləmişəm. Necə də paket və mən bunun linkini qoyacağam. Siz linkdən girəcəksiniz. APK-nı yükləyəcəksiniz. Bu necə olacaq? Mən buradan gəldim və göstərirəm. Buradan PES Azərbaycan yaratmışam. Gördüyünüz kimi PES 2021 2 APK-dır. Siz bunu yükləyəcəksiniz. Buradan gəldiniz, yükləməyə basacaqsınız. Və buradan sizə, yəni ola bilsin ki, göndərə ayarlara, buradan bir xəta gələcək ki, bilinməyən qaynaqları açın. Bilinməyən qaynaqları açacaqsınız, sonra bu gələcək. Buradan əlavə detallar deyəcəksiniz, yəni more details odur. Və buradan hər nə olsa da yüklə deyəcəksiniz. Yəni bunu mən yaratmışam, bunun içində virus yoxdur, sadəcə sonsuz pul var deyə, sonsuz açılım var deyə bu sizə ehtiyac var, yəni bunu eləməyə. Yüklə deyəcəksiniz, kodunuzu istəyəcək və siz oyunu yükləyəcəksiniz. PES 2021. Mən bunun irəlidə belə deyək, etkinliklər falan gətirəcəm bu oyuna. Daha sonra çıxdıq, gəldik, gördüyünüz kimi PES 2021. Üzərinə tıklayacaqsınız. Nə deyəcəksinizsə deyəcək ki, bu belə bir işarə gələcək. Ok deyəcəksiniz, icazə verin deyəcəksiniz. İcazə verdikdən sonra gördüyünüz kimi ekranda yüklənmə başlayacaq. Bu yüklənmə, mən burada videonu saxlayacağam. Yüklənmə axıra çatana yaxın ekran kaydedicini yenidən başlayacağam və sizlərə göstərəcəm. İndi isə videonu hələlik ki saxlayın. Dəyərli dostlar, mən yenidən gəldim. Yükləməyə çox az 1 megabayt qaldı deyə mən hal-hazırda gəlmişəm və gözləyirəm indi sizlərlə oyun, yəni tam şəkildə açılacaq. Çünki artıq burada oyun öz OBS-ni yükləyir. Gördüyünüz kimi Konami gəldi. Və gördüyünüz kimi ekran açıldı. Buradan dil seçərsiniz, türkçə seçin. Yəni türkçə seçməyimizin amacı da hər kəsin belə deyək, bunu işlədə bilməkdir. Ölkə seçin deyir, ölkə gəlin buradan. İqamətgah gedir. Türkiyə seçək. Oyun donmasın deyə mən buradan video ayarlarına girib bunu 60 eləyirik. Qrafiklər falan qalsın. Sonra buradan başla deyirsiniz. Hər bir şey yəni göstərəcəm sizlərə. Buradan Google Games-dən, yəni Play Games-dən davam edə bilərsiniz buna. Belə deyək. Bu artıq sizin öz seçiminizdir. Davam et deyirsiniz. Amma burada olmayacaq. Giriş yapamadınız deyəcək və siz buradan üzərinə yaz deyəcəksiniz. Üzərinə yaz seçdikdən sonra kabul et deyəcəksiniz. Təkrar. Buradan bunları silək. Aha. Və oyun açıldı. Buradan gələcəksiniz. Klassik seç, ayarla. Və burada gördüyünüz kimi oyun açıldı. Yəni buradan ilk öyrətim olur təbii ki. Hərəkətləri necə eləyəsiniz, oyunu necə oynayacaqsınız. Bu baxımdan bir ilk başlanğıc verir sizə. Yəni ki, bunu özü keçəcək bu hissəni və sonra sizə deyəcək ki, yəni depar basacaqsınız, qaçış. Bunu özü eləyir. Yəni mən ekrana heç bir şey toxunmuram. İləri deyəcəksiniz, ok deyəcəksiniz. Buradan gəldikdən sonra təkrar üstə basacaqsınız. Yəni çıxmağa atla deyəcəksiniz, atla deyəcəksiniz. Buradan da keçəcək. Çünki zaten bu oyunu 2021-ni bilənlər bu oyunu oynamağı bilir. Bu hissəsi gələcək. Və buradan gördüyünüz kimi liglər var. Mən Serie A-dan məsəl üçün Juventus seçəcəm. Adımı da yazaq buradan. PES Azərbaycan deyil. Azərbaycan olmur. Azərbaycan
Azərbaycan deyək. Aha. Qeyd etdik, iləri dedik. İlk yeni menecer olaraq komanı seçəsiniz. Oyuncuları verdi və gördüyünüz kimi oyun açıldı. Burada continue deyəsiniz, yəni davam et deyəcəksiniz. Sizdə ola bilsin, davam et gəlsin. Bunu bastınız və buradan gördüyünüz kimi artıq oyun açıldı. Sözləşməyə gəlin, məsəl üçün. Bir dənə açılım edək. Buradan box draw'dan buradan oyunculara baxa bilərsiniz. Hətta baxın, məsəl üçün oyunculara baxdınız. Bunları yeniləyəcəm mən hamısını. İlk açılımımızda 2 oyuncu gəldi, Pio və Zico. İkinci bir açılım eləyək. İkonik moment. Aha, mən bunu gözləyirdim və bu da gəldi. Bu anı yəni biz çoxdan oynayanlar bilir. Çox uzun vaxtın əvvəlin bir şeydi. Oyuncu kim gəldi? Irving gəldi, bir də Nedved gəldi. Sonra digər paketlərdə, özəl təmsilçilərdə buradan baxa bilərsiniz. Karta məsəl üçün. Anlaş dediyiniz vaxt buradan da bir dənə sadəcə epik verəcək. Buradan da keçək. Məsəl üçün Arşvin gəldi. Digəri bu paketdir. Bu paketdə seçdiyinizdə buradan da yalnız ikonlar gəlir. Səhv eləmirəmsə, yəni sadəcə Legends. Yəni ikon kartlarıdır bu kartların. Ta zəif gedir. Amma buradan da bu şəkildə çıxardım. Mən də bir əməlli oyuncu çıxardamadım. Normallarda da yəni bildiyiniz kimi normaldır. Məsəl üçün qapçı deyirsinizsə qapçı ilə anlaşma edin. Sadəcə normal kartlar gələcək. Daha sonra komandanıza girib yəni bu hissələri tez-tez keçək. Takımı yönətəsiniz. Gələcəksiniz. Oyuncularınız, nə bilim, kimi hara qoyursunuz qoyun. Və yaxud gəlin buradan otomatik seçdiyirik güzə görə. Özü daxil edir. Buradan qayd edirsiniz. Heyətiniz. Buradan e-futbolda etkinlikləri mən gətirəcəm bura. Amma hələ ki yoxdur. Bunları əlavə edəcəm. Klasmana gələsiniz. Arkadaş maçı oynaya bilərsiniz. Aksiyon maçı oynaya bilərsiniz. Yəni bunlar hamısı sizlikdir. Məsəl üçün birinə gedək. Keçdik buradan. Van Basten falan filan yalan. Oyunumuza başladıq. Yəni sadəcə oyuna girsin, oyunu göstərəcəm. Yəni oyunu oynamaq olur dostlar. Heç bir problem yoxdur. Çünki APK-sını yaratmışam. Amma 2022-ni yaratmaq istəyirəm. İndi inşallah qismət olsun. Onu da yaradarıq. Gördüyünüz kimi oyun başladı. Hamı ağ rəngdə olmağı biraz pis oldu. Nəysə, bu şəkildə dostlar, buradan da takımı yönədib oyuncu dəyişikliyi edə bilərsiniz. Videomuz bu qədərdir. Videomuza like atıb kanalımıza da abunə olmağı unutmayın. Yəni mən heç bir kanal kimi bura əlavə bir şeylər qoymuram. Nə mənim kanalıma abunə olun deyirəm, yəni linki yükləmək üçün, nə də bir şey. Sadəcə girəsiniz, APK faylı götürəsiniz və oyunu oynayacaqsınız. Yəni bu qədər sadədir. Ona görə sizlərdən sadəcə xahişim, heç abunə olmağınızı istəmirəm. Sadəcə bu videonu bəyənin ki, üzərlərə çıxsın, çox insan görsün və bu videodan faydalansın. Hamınızı çox sevirəm. Sağ olun dostlar.